Əziz qadınlarımız, mən bugün sizə gestasion, şəkərli diabet və hamiləlik haqqında danışmaq istəyirəm. Həkimlik praktikamızda rast gəlinən bir patologiyadır. Qadınlar hamiləlik zamanı çox yüksək onlarda şəkərli diabet olduğu aşkar olunur. Amma anamnezinə baxırsan, deyir, yox, mənim heç vaxt şəkər xəstəliyim olmuyubdur. Bu hamiləlikdə nədənsə şəkər yarandı və şəkərli diabetlə də hamiləliyini sonacan idarə etməli oluruq. Bəs buna deyirlər gestasion, şəkərli diabet. Yəni bu nə deməkdir? Bu hamiləlikdə meydana çıxan və hamiləlik qurtarandan sonra qadını tərk edən bir patologiyadır. Gestasion şəkərli diabet kimlərdə olur? Anamnezində iri uşaq doğanlarda, anamnezində valideynlərində şəkərli diabet olan xəstələrində, anamnezində polikistoz xəstəliyi olan xəstələrdə, o xəstələr ki, hamiləlik boyu çox çəki alırlar, 20 kilo, 30 kilo çəki alırlar. Bax, belə xəstələrdə mütləq biz hamiləlik ilə bağlı şəkər mübadiləsinin dəyişməyini nəzərə almalıyıq. Bəs gestasion şəkərli diabet nə üçün hamiləlikdə yaranır? Adi vaxtı yaranmır. Çünki hamiləlik orqanizmin elə bir dönəmidir ki, bu dövrdə hormonal aktivliyi, yumurtaqlar hormonları bir növ dondurulur. Fizioloji olaraq menopoz dövrünü yaşayır və bu dövrdə insulin rezistentliyinin artması, hipofiz vəzinin funksiyasının zəifləməsi hesabına şəkər mübadiləsi pozulur və orqanizmə sorulmuş qlükoza toxumalar tərəfindən çox az sürətlə mənimsənilir. Qanda qlükozanın səviyyəsi artır. Bu da hamiləlikdə həm dölün çox iri olmasına, qadının çox çəki almasına səbəb olur. Öz müqabilində də müvafiq hamiləlik ağırlaşmaları əmələ gəlir. Biz qadınları şəkər mübadiləsini necə yoxlamalıyıq? Əgər hamilədirsə, onun yaxşı anamnezini araşdırmalıyıq və 3 ay tamam olanda şəkər dəyərlərini, insulin rezistentliyini, qalxanvari vəzin hormonlarının səviyyəsini araşdırmalıyıq. Əgər bunlarda bir patologiya aşkar eləyirsə, hamilə qadınımıza xüsusi diyetalar və endokrinoloqun nəzarətini təmin edirik. 26-cı həftədən başlayaraq şəkər müayinəsi çox ciddi sürətdə aparılmalıdır. Mən deyim ki, tək diyeta və göstərişlər yox, eyni zamanda bəzən insulin terapiyasına da əl atmış oluruq ki, qadın hamiləliyini heç bir fəsad olmadan axıra çatdıra bilsin. Belə hamilələrdə hamiləliyin aparılması mütləq endokrinoloqla yanaşı olmalıdır. Və lazım gələrsə, əgər şəkər mübadiləsi və şəkər mübadiləsi hesabına əmələ gələn ağırlaşmalar artıq təhlükəli bir durum yaradırsa, biz hamiləliyin sonlandırılmasına qədər əl ata bilərik. Hamiləlik dönəmində şəkər mübadiləsi ciddi araşdırılmalıdır. 3 ayında 26 həftədən sonra ciddi nəzarətdə olmalıdır. Hamiləlik endokrinoloqla bərabər birgə aparılmalıdır. Tək xüsusi diyeta bəhs eləmir və bəzən insulin terapiyasına da əl atmaq lazımdır ki, hamiləlik ağırlaşmaları baş verməsin. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.